Mənim izləyənlərim Vahid Əziz, böyük xalq şairinin qulluğunda yox. Çox fərəhləndim, çox sevindim ki, bu dəyərli sənətçi ilə ta 20 il bundan qabaqdan sözləri ilə aşina idim, bilirdim, görmüşdüm və yaxından bir 2 aya qədər olar ki, bərabər çalışdıq, gözəl bir efirə çıxdıq, gözəl bir təqdimatı olundu, yubiley günlərindəyik Vahid Əzizin. Və bu kitab ki, onun 25 dənə mahnıların mən yazmışam notaları, mən bu kişiyə təqdim eləmişəm bu mahnıları və bu kişidəki böyük bizim xalq şairimizdir. Onu tarix üçün bunun üstündə yazı yazıblar və mən istəyəcəyim ki, Vahid müəllim, izləyənlərimizə siz bir danışasınız, bu yazını da oxuyasınız. Hörmətli canıqlı bəstəkar, dostum Ağayev Mənsur Səssizin, danışməlin, mənim şeirlərimə yazmış olduğu mahnıları çox bəyəndim və bu zəhmətinə görə Ağayev Mənsura və onunla birlikdə Bakıya təşrif buyuranlara çox minnətdarım. Ağayev Mənsur həqiqətən dəyərli şəxsiyyət və böyük bəstəkardır. Hörmətlə Azərbaycanın xalq şairi Vahid Əziz. Sağ olun. Oldu. Bunu verdim sənə. Sağ olun. Bu orada inşallah bu qalacaq tarih. Mənim sizdən bir xahişim var. Mən çox istəyərdim ki, mənim mahnılarımı buradakı Azərbaycanda olan bu müğənnilər oxudular. Allah qoysa bu verilişə də baxacaqlar. Deməli, mən istəyərdim belə sənin dostların, canımdakı qardaşlarımız ki, bu ayın 22-sində Bakı vaxtı ilə gecə saat 10-da, yəni 22-də AzTV'nin Mədəniyyət kanalına baxsınlar. Orada mənə həsr olunmuş ovqat verilişi gedəcək və o verilişdə gedən mahnıların 99% Ağayev Mənsurun mənim sözlərimi yazdığı mahnılardır. İfaçılar da bizim Azərbaycan ifaçılarıdır. Və mən sizdən bir dənə eyni xahiş edərdim Ağayev Mənsur ki, deməli, Cənubda mənim mahnılarımı sizin müğənnilər, kimlər ki oxuyanlar, onların mənə adlarını göndərəsin. Biri də oxudu da, biri oxudu burada. Vədud oxudu. Vədud oxudu, heç, öz yerində. Yəni Cənubda mənim mahnılarımı, burada oxudular öz yerində, yayılacaq. Mən istərdim ki, mənim mahnılarım Cənubda oxusunlar, Cənubda müğənnilər oxusunlar. Səsləri ecazkardır. Bu gözəl baların səsi çox gözəldir, dəhşətlidir. Mənə belə gəlir ki, Azərbaycanda onun səsini bəyənəcəklər və bəlkə də dəfələrlə bura dəvət edəcəklər bu gözəl qızı ki, gəlsin burada verilişlərdə iştirak eləsin. Çünki biz bir xalq, bir millətik, dilimiz bir, əqidəmiz, tariximiz birdir. Ona görə mən çox istəyərdim ki, eyni zamanda mənim Cənubda oxunan mahnılarım kimlər oxuyacaqlar, onların mahnılarını da mənə göndərəsən adlarını da və mən onların oxuduqları mahnıları burada efirə veriləcəm. İnşallah. Oldu, şad oldum. Mən də sizə son yazılarımdan, bir operalarımdan, mən bilirdiniz də müəllim, 6 dənə opera bəstələmişəm. Maşallah. Bu, mənim dəhşət operalarımdan böyük operamdır, çox xoral operamdır, 390 nəfərə yazılıb. Əttar Neysaburi ki, Mevlana'nın ustası olurdu. Eşqin 7 şəhəridir. Bu kitab Rusiyada Marinskiyə yol tapdı və Kanadada da Montreala mühafizəsinə yol tapdı. Bu kitabı mən istəyirəm sizə hədiyyə eləyəm. Mən bu kitabı verəcəm Azərbaycan Musiqisi Mədəniyyət Mərkəzinə. İnşallah. Çünki biri var məndə evdə qalan. Mən bu da kitabı verəcəm Azərbaycan Mədəniyyət Mərkəzinə. Bunu deməliyəm ki, Vahid müəllim, bu 5 dilədir, bu ingilis dili, fars dilidir. Türk dilindən İtalya dili də yaxın zamanda mən sizə yollayacağım. Allah qoysun, olanda bunu mən verəcəm. Türk dilliklərin da Sevinç xanım Əliyeva onların səhvlərini düşünüb, deyib, yazılan, recitativlərini deyibdir. Bir də son
Bunun bak burada ben Yazacağam. ters mezhep görürüm burada. Bak belədir. Hə, belə. Bu belə. Yazacağam. Hə, buradan bak. Hə, yazacağam sizə. Bu da yap mənim son keçən həftə bura gələndə kitabım çıxdı. Aha. Mahnılarımdır, 20 mahnıdır fortepianoya və vokala. Burada mənim mahnılarım yox. Yoxdur. Bu mənim öz mahnılarımdır. Hə, inşallah olmaz. Adı Ovuc xatirədir. Hə, gözəl, yaxşı Bu olsun. da mən sənə təqdimatını edirəm. Oldu, çox şad oldum. Azərbaycan. Çox şad oldum. Siz onu yazdınız, mən də sizə yazım bir zat. Mən də sənə öz adım üstündə adım olan qələmi bağışlayıram. Sağ olun, sağ olun. Vahid Əziz, sən də mənə Onunla mənim üstündə yazaram. adım olan qələmlə Sağ ol, yazarsan sağ ol. içini. Sağ ol. Hə. Siz Azərbaycan ədəbiyyatı yazdınız, mən ərəb ədəbiyyatı ilə yazıram Eyb ki, yoxdur da, qalıcı hə, olsun. qalsın da olacaq, gözəldir də, lazım da var. Ustad və professor Vahid Əzizə təqdim. Bir yaşıl yapraq hissəsində töhvə dərvişdən Oldu. və səssiz mənsur danışvər. Burada şəmsi yazıram. 1404 8 qızım neçəsidir? Mütərzə deyil. Burada birinci ay. 24-dür. Bu birisi ilə də yazım. Yazırsan. 18-idir. Yox, bir ayın 15, 16-ını 15'i, 15-i, 11-ci ay, 11-ci, 2025. 5. 2, birində 0 qoy. Qoydum. 2'nin dalına 1 0 qoy. Qoydum. Nöqtə də yox, 0 deyil. O hərfi. Hə. Bizim fərqimizdə şey üzrəyir, 600. Peyğəmbər doğulandan 650 ildir. Hə, 650 ildir. Bu sənə Oldu ağay Mansur. Gün olsun inşallah bunu onu da yazın. Hə, onu da yazın. Ver onu da Bunu yazın. da yaz, bunu da yaz, bunu da yaz. Bu dəhşətdir Vahid müəllim. Bu 5 dilədir. 390 nəfərə. Sen bunu burada yaz da ki bu tersine şey olur. Aha, burada yazacağım. Tersine yok çünkü onu Hə, bu ingiliscəsidir da. Hə, bildim ben. yazır. Burada yazır. Hele burada yaz. Siz Azərbaycan, mən deyim, siz Azərbaycan dilicə yazın. Sizin yazmanız. Yok hele sen İran'ı yaz, özler İran yazın. okuturlar. İran yaz ha, onları özler okuturlar. Təqdimi. Onlar özler okuturlar. Seni Bakı'ya çağıracaklar Allah koysa. Okuyasan, televizyon kanallarına, toylara, güzel balon. Xoşbəxt olasın, güzel sesin var senin kızım. Sağ ol. Çok sağ ol. Sen özün de memur daire mahnılarımı okursan İran'da Şeir, yaxşı gönderirsiniz beni. professor. Vahid. Bilmesi. Belki. Söz. Sohbet. Derviş. Siz. Dördü, 8'i 24. Bu da olsan 25, 11, 15 oldu da ha. 15 ha. Çox Oldu ağay Mansur. naqabil. Bunun qabili yoxdur. Sizin Hə. dərəcəniz çox yuxarı. Çok inşallah gün olar Bundan da bu bu kitabı da da çap olur, yollara. gönderirsin. Hə, yollara. Oldu çok sağ Tamam, olun. sağ olun. Beni üzülü sayın çünkü ben oraya gitmeliyim. Tamam.